Здравствуйте, добрый день, дорогие зрители, дорогие ученики. Всех приветствую на моем канале Уроки русского языка. Мы сегодня с вами будем работать 14 урок из 2 класса, это новая версия. Наша тема обобщающие задания, 15 тестов проработаем. Все тесты я вам буду объяснять. Если будут какие-то вопросы, можете писать и спрашивать. Salam əziz izləyicilərimiz, hər vaxtınız xeyir. Sizi salamlayıram kanalımızda əziz tələbələrimiz. Bugün sizinlə biz 14-cü dərsi işləyəcəyik. Ümumi tapşırıqlardır. 15 dənə testləri bir-bir sizə izah eləyəcəm. Тест первый. Укажите фрукт оранжевого цвета. Deyir, narıncı rəngdə olan meyvəni göstərin. Оранжевый это narıncı rəng. Frukt, meyvə bilirsiniz, rənglər də bilməlidir əslində uşaqlar. Yadlarından çıxıbsa təkrar eləsinlər. Значит, укажите фрукт оранжевого цвета. Это вариант С. Görürsünüz, апельсин оранжевого цвета, вариант С. Укажите овощ зеленого цвета. Deyir ki, indi yaşıl rəngdə tərəvəz göstər. Zеленый B variant. Görürsünüz, kapusta, o зеленый цвет, ona görə B variant götürürük. Укажите картинку, название которой отвечает на вопрос «Кто?». Bu tapşırıq əslində heç tərcümə eləməsəm də məncə siz artıq başa düşürsünüz ki, kim sualına cavab verən şəkli göstərmək lazımdır. Elə çalışın uşağı bir dəfə, iki dəfə Azərbaycan dilində izah eləyin, amma sonra belə rus dilində həmişə ona sual verin ki, artıq uşaq öyrəşsin ki, rus dilində sualı eşitsin və cavab versin. Hər dəfə ona tərcümə etməyin. Mən sadəcə hər kimsə birinci dəfə baxa bilər, ona görə ümumiyyətcə hamısını bir-bir hamısını tərcüməsini, izahını verirəm. Значит, bir də B variant götürürük. Canlı ancaq B variantdadır. Черепаха. O кто sualına cavab verir. B variant. Укажите картинку, название которой отвечает на вопрос «Что?». İndi isə «Что?», yəni nə sualına cavab verən əşyanı göstərməliyik. D variant. Görürük ki, burada hamısı canlılardır. Bir dənə D variant luk. Soğan cansızdır. D variant правильный. Укажите картинку, название которой можно сочетать со словом «мой». İndi «мой» mənim deməliyik hansısa bir əşya ilə bu variantlardan. Amma «мой» nədir? Mənim. Amma kişi cinsdədir. Biz də dedik ki, kişi cinsdəki olan isimlər sonları samitlə bitməlidir. İndi baxaq. Gruşa A-la qutarır, olmaz moy demək. Sliva A-la qutarır, olmaz A demək. Olmaz yəni moy demək. Ananas S-la bitir. Bəli, bu kişi cinsdir, ona görə deyə bilərik. Moy, ananas, C variant. Ayva da uyğun gəlmirdi, çünki A-la qutarırdı, qadın cinsi də uyğun deyil. Demək, C variant düzdür. Ananas. Теперь укажите картинку, название которой можно сочетать со словом «моя». İndi mənim, amma qadın cinsində deməliyik. Yəni A-la, ya-la qutaran sözləri axtarmalıyıq ki, «моя» demək olsun. Огурец C-la qutarır, olmaz, kişi cinsdir. Pomidor R-la qutarır, olmaz, kişi cinsdir. Baklajan N-la qutarır, olmaz, kişi cinsdir. Amma kapusta A-la qutarır, demək olar ki, mənim kələmim «моя kapusta». Demək, D variant düzgün cavabdır. Укажите картинку, название которой можно сочетать со словом «моё». İndi «моё»dur, amma mənim nə deməkdir? Orta cinsdədir, «моё». Demək, sözlərimiz, isimlərimiz O və Y ilə bitməlidir. Korova A-la bitir, qadın cinsdə olmaz. Yabloko, bax, olar. Axırı O-la qutarır, yabloko yazılır. Demək, mənim almam deyə bilərik, «моё яблоко». B variant düzgün variantdır. Укажите картинки, название которой можно сочетать со словом «мои». Burada da «мои» mənim, cəm. Biz görürük ki, ancaq C variantdakı dovşandır. Demək, aydındır ki, C variant düzgün cavabdır. Укажите картинку, название которой можно сочетать со словом «твое». İndi isə «твое» sənin deyəcəyik və orta cinsdə deyəcəyik «твое». Kurtka A-la qutarır, olmaz. Şorty, şortiki, olmaz. Платье Y ilə qutarır. Bəli, deyə bilərəm. Sənin donun твое платье. Demək, C variant düzgün variantdır. Укажите картинку, название которой сочетается со словом «зеленый». Deyir ki, elə bir sözü göstərin ki, hansı ki, yaşıl sözü ilə uyğunlaşır. Biz görürük ki, «зеленый огурец» demək olar. Yaşıl xiyar. Xiyar da yaşıl rəngdədir zaten. Ona görə C variant deyirik. «Зеленый огурец». C. Укажите картинку, название которой сочетается со словом «красная». İndi qırmızı sözlə hansı söz uyğunlaşır? Onu deməliyik, клубника görürük, uyğun olur. Özü də qırmızıdır. C variant, красная клубника. Укажите картинку, название которой сочетается со словом «желтая». İndi sarı ilə bir söz uyğun olmalıdır, həm də orta cinsdə olmalıdır. Яблоко uyğun gəlir. B. Желтое яблоко.
Укажите картинку, название которой сочетается со словом вкусные. Вкусные dadlı deməkdir, həm də cəmdədir. Görürük banan 2 dənədir, ona görə B variant götürürük. Вкусные бананы. Укажите картинку, название которой сочетается со словом большой. İndi hansı söz большой, böyük sözündən uyğun olur? Burada большой sözü kişi cinsdədir. Yəni bizdə rus dilində sifətlərin də cinsləri var. Azərbaycan dilində elə bir şey yoxdur, amma rus dilində elə bir şey var. Ona görə большой o ilə qutarır, kişi cins götürməliyik. Большой arbuz deyə bilərik. Çünki klubnika qadın cinsdir, ayva qadın cinsdir. Persik də balacadır. Amma большой A variantından uyğun gəlir. Большой arbuz. Və sonuncu testimiz. Укажите картинку, название которой сочетается со словом маленькая. Balaca sözünün uyğun gələn olmalıdır və qadın cinsində olmalıdır. Маленькая. Маленькая malina deyə bilərik. Həm balacadır, həm də qadın cinsindədir. Burada da C variant götürürük. Маленькая malina. Belə 15-ci dərs yeni bölməmiz, gələn dərs olacaq sizlə inşallah. Burada suallarınız olsa yazıb soruşarsınız. Sağ olun, salamat qalın. До свидания, увидимся на следующем уроке. Всем хорошего дня, всем пока.